Salam dostlar, biz bugün sizinlə Clash of Clans'ın ikinci seriyasını oynayacağıq. Keçən bölüm mən sizə sizinlə saldırı eləyə bilməyəcəm, amma bu bölüm saldırı eləyəcək, hücum eləyəcək. Buna baxmayaraq kalkanımız var, amma kalkanımız yetsin, amma söz verdiyim kimi saldırıya keçək. Bunun pulu azdır, amma bunun yerini biz tuta bilərik. Çox asanlıqla bunun yerini tuta bilərik. Oy, çox güclüdür. Bunun klandan çıxan aha, demək olar ki, bizə əsasən kupa yox, bunun pulu lazımdır. İndi belə bir saldırıya keçək. Səsim biraz batıb. Yəni biraz bu aralar boğazım ağrıyır. Artıq pulunun demək olar hamısını götürdük. Bunun yerini biz asanlıqla tuta bilərdik, amma bizə əsas pul lazım olduğu üçün elə də bu yəni yerlərə saldırmırıq kupa üçün, çünki 14 kupa verir. Əgər bir yeri belə dağıtacaq, aha, bir ulduz götürdük artıq. Savaşı burada bitirək, çünki o əskəri reşməyə dağıdamayacaq. 12.000 pul, 4 kupa, yəni bu bizim üçün həddindən artıq çox azdır. Amma bizə bəzən elə rəqiblər düşür ki, onlarla mübarizə aparmaq olmur. İndi isə 120 dənə barbarla saldıracağıq. Bundan sonra Minecraft seçəcəm. Minecraftda bəzi problemlər olur. Yəni səs problemləri olur. İndi isə onu aradan qaldırdıqdan sonra artıq Minecraftda səsli olacaq. Artıq dünən atdığım videolar 2-3 görüntülənmə var. Bu yaxşıdır. Əgər xahiş edirəm videolara baxırsınızsa like edin, abunə olun. Yəni bu mənə daha da çox sevindirir. Şimdi gördüyünüz kimi dünən oxçu 5 idi, bugün 6 olub. İndi birini də 6 edirəm. Altın madeni 8 idi, artıq biri 9 olub, birini də 9 edirəm. Yəni belə güclənəcək. Yerimi daha da ələ keçirməyə edəcəm. Mən bu yaxında saldırı eləyiblər, amma 20 dənə 2 səviyyə var, 30 dənə 2 səviyyə oxçu, 5 dənə 2 səviyyə dev, 2 dənə 5 səviyyə oxçu da 3 dənə 5 səviyyə seyirbazla yerimi tutamıyıblar. Bunu sizə göstərim. Özür istəyirəm, bu səsima görə bəzi problemlər olur. Yəni dediyim kimi boğazım ağrıyır biraz. Gördüyünüz kimi mənim yerimə hücum olunur, amma tuta bilmirlər. Düzdür, məndən 30.000 pul götürürlər falan deyək də, amma ki yerimi tuta bilmirlər. Gördüyünüz kimi bunun da deyim ki 66 görevdən artıq 26'sını tamamlamışam. 22 idi. Hal-hazırda mənim üçün yaxşı irəliləyirik. Yaxşı gedirik. Clash of Clans videoları daha az çəkilir, yəni daha az vaxtla olur. 5 dəqiqəlik, 6 dəqiqəlik. Bunun səbəbi isə yəni Minecraftda ən azından ağac qırıb ev tikmək olur, amma burada isə heç bir şey etmək olmur, yəni ancaq köy göstərəndə isə izləyicilər bezir. Ona görə də mən sizə bizim klanın yerini də göstərim. Yəni klanımız zəif olsa da, amma klan savaşlarında elə qazanırıq. Belə irəliləyəcək. Burada Azərbaycan bizim klanı göstərəcək.
3794-cü, amma biz klanı təzərəlanda 8000 neçənci yerdəydik. Artıq klanı da göstərim. Gücləşmişik, güclü oyuncularımız var, zəif də var, amma zəiflər də çox güclüdülər, yəni öz rəqiblərinə görə. Hal-hazırda bunun yerini dağıtıblar. Gördüyünüz kimi artıq klanımız gücləşib. Klanımızda güclü oyuncular var. Yəni bu oyuncu güclü olmasa da, amma bunun rəqiblərindən en azından məndən zəif olsa da mənim rəqiblərimdən güclü, amma bu isə klanın ən güclüsüdür. Gələn bölüm isə, yəni mən sizə söz vermişdim, hər gün bir bölüm olacaq Clash-dan. Artıq 6 dəqiqəcəyəm. Sizə bunu da göstərim ki, artıq balonu 2 səviyyəlirəm. Mən balonu 4 səviyyədən yuxarı olduqda saldıracağım, çünki belə daha çox zəif olur. Bu videonun da sonuna gəldik. Sağ olun, salamat qalın. Abunə olmağı unutmayın.